Allah bizi bu ayın qədrini bilməyə, dəyərləndirməyə müvəffəq eləsin. Allah bizi bu 3 ayın feyzindən, bərəkətindən, rəhmətindən binəsib eləməsin inşallah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Öz evin ziyarətin, Peyğəmbər, Əhl-i Beyt ziyarətin bütün arzusunda olanlara bu cəmə qismət elə. Bu il Kərbəla ziyarətini bütün arzusunda olanlara bu cəmə qismət elə. Dünyada İmam Hüseyin ağanın ziyarətindən, qiyamətdə şəfaətindən bizi məhrum eləmə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Hər kim hər vasitə ilə, malı ilə, canı ilə, elmi ilə, hər yolla sənin dini və xidmət göstərir. Dünya və axirətlərin abad elə. Kimlər ki bizdən dua istəyiblər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Qiyamət günündə günahkar gözlərimizi, günahkar qəlblərimizi cəhənnəm odunda yandırma. Bu torpaqların azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Əsgərlərimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Sənə and verirəm bu günlərin hörmətinə, onları tezliklə öz ailələrinə qaytar. Gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Ailəmizdən, nəslimizdən İmam Hüseyin düşməni, Əhl-i Beyt düşməni qərar vermə. İmam Zaman ağam